Bugünkü dünyada təhsil artıq yalnız sinif otaqları ilə məhdudlaşmır. Students need international exposure, global perspectives and meaningful cross-cultural experiences. Məktəbimizin beynəlxalq əməkdaşları, global proqramları və şagirdlərimiz üçün yaratdığı beynəlxalq imkanlar haqqında danışmaq üçün səhnəyə dəvət etmək istəyirəm. Head of the International Relations and Protocol Department, Miss Nərgiz Məhmudzadə. Dear Cambridge School community, today international education is becoming more global. You know that education is becoming global. Educators and parents focus on students developing their life skills because communication, collaboration, and international understanding are becoming more important every day. So this is the reason Istanbul Lyceum partners with Cambridge International. Istanbul Lyceum is an officially registered Cambridge International School and Cambridge Professional Development Center. Değerli valideynlər, beynəlxalq təhsil Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən tam dəstəklənir, tanınır və 2019-cu il 228 nömrəli qərarı ilə beynəlxalq təhsil alan və beynəlxalq məktəb bitirən şagirdlər müsabiqədən kənar, birbaşa dim imtahanı olmadan Azərbaycan Respublikasında fəaliyyət göstərən ali məktəblərin ingilis fakültələrinə birbaşa qəbul olunur. Bunun üçün şagirdlərimizin C balını, yəni 60-69 bal qiymətləndirilməsi kifayət edir ki, onlar müsabiqədən kənar ali məktəblərə daxil olsun. Təbii buna daxildir ADU Universiteti, Ali Neft Akademiyası və Bakı Dövlət Universitetinin ingilis dilində fakültələri, hüquq, beynəlxalq hüquq və digər. Yəni siz bunu çox rahat şəkildə sizin övladlarınız əgər İstanbul Liseyini bitirirsə, yalnız ingilis bölməsi deyil, Azərbaycan, Rus və Türk bölmələrini bitirirsə və onlar Cambridge fənləri hal-hazırda tədris olunur. O fənlərin 3 fənnin imtahanı verərsə və C balını toplayarsa, çox rahat şəkildə dim imtahanını vermədən birbaşa universitetlərin ingilis fakültələrinə qəbul ala bilirlər. Cambridge məktəbinin təqdim etdiyi proqramlar hansılardır? Bunlar qlobal proqramlardır. Bu proqramlar, yəni beynəlxalq standartlar nə deməkdir? Bizə nə verir? İstanbul Liseyinə nə verir? Valideynə nə verir? Deyərək sual ilə çıxış edərsinizsə, tam olaraq düşünün ki, beynəlxalq standart o deməkdir ki, təhsilin səviyyəsi ölkədən ölkəyə dəyişmir. Yalnız bu tədris, bu sistemlə təhsil alan şagird təhsili yüksək keyfiyyətlə mənimsəyir və o deməkdir ki, İstanbul Liseyində təhsil alan bir şagird Londonda, New Yorkda və yaxud Singapurda istənilən beynəlxalq məktəbdə təhsilini davam etdirə bilər. Yəni, bu ölkələrdə, beynəlxalq məktəblərdə təhsil alan şagirdlər eyni mövzunu mənimsəyir, eyni resurslardan istifadə edir, yəni dərsliklərdən istifadə edir, eyni imtahan verir, laboratoriyada eyni eksperimentləri edir. Yəni, bu o deməkdir ki, sizin övladınız hansı dildə təhsil almasına baxmayaraq, hansı bölmədə təhsil almasına baxmayaraq, onlar bu imkana malikdirlər. Yəni, siz İstanbul Liseyindən öz şagirdinizi hər hansı bir formada digər başqa ölkəyə transfer edərsinizsə, o həmin proqramı davam etdirəcək. Və Cambridge məktəbi olaraq bütün dünyada, eləcə də İstanbul Liseyi 3 yaşından başlayaraq 19 yaşa qədər bir təhsil yolunu, təhsil pilləsini keçir ki, İstanbul Liseyi bu proqramların hamısını təqdim etməyə rəsmi
səlahiyyəti var, yəni rəsmi bu proqramları həyata keçirir. Biz hal-hazırda advanced level artıq ora qədər yüksəlmişik. Nəinki early years, yəni məktəbə qədər, eləcə də ibtidai primary, lower secondary, upper secondary artıq biz Cambridge Advanced istiqamətdə abituriyent məktəbində şagirdlərimiz imtahanlar veriblər. Bizim artıq IGCSE nəticəmiz var və öncə qeyd etdiyim kimi, əgər Azərbaycan universitetləri, ali məktəbləri C balını qəbul edirsə, bizim şagirdlərimiz C deyil, B, A star qiymətlərinə qədər yüksəliblər. Gördüyünüz kimi, bütün bu qiymətləndirmə Cambridge Universitetinin Cambridge International portalında var və istənilən halda, istənilən zaman hər hansı bir universitet və yaxud işə götürən hər hansı bir şirkət çox rahat şəkildə, əgər bizim şagirdin UCI kodunu, nömrəsini yazarsa, o həmin şagirdin nəticələrini görə bilir. Yəni, beynəlxalq sistemdə bu nəticələr bizim şagirdlərin kodları ilə var. İndi hal-hazırda dediyim kimi abituriyent məktəbində biz A-level imtahanlarını vermişik. Amma mən geri qayıdım IGCSE haqqında. Onu zəhmət olmasa IGCSE-yə qayıdaq. Mən IGCSE haqqında bir məsələni qeyd edim. Mən bilirəm ki, valideynləri maraqlandırır. Biz öncə bunun söhbətini etdik. IGCSE nədir deyə valideynlər çox da ona əhəmiyyət vermir. Amma mənim özümün həyatımda baş verən bir məsələni sizin diqqətinizə çatdırım. Mən Azərbaycanda yüksək səviyyəli ali təhsil almış biri kimi xaricdə Cambridge məktəbinə, Cambridge beynəlxalq məktəbinə işə düzəlmək üçün CV-mi verdim və məni intervyuya dəvət elədilər. Mən intervyuda çox yaxşı namizəd olduğumu bildirdilər, amma sənədlərimə baxış zamanı bildirdilər ki, mənim Azərbaycanda aldığım ali təhsil qərb kvalifikasiyası deyil və məni işə qəbul ala bilməyəcəklərini bildirdilər. Mən o zaman israrla təhsilimin nə qədər yüksək olduğunu bildirsəm də, mənə Cambridge məktəbinin prinsipalı, yəni bu direktoru mənə sual verdi. Sizin IGCSE kvalifikasiyanız varmı? Mən dedim, yoxdur. Dedi, biz sizi qəbul edə bilmərik, çünki sizin təhsiliniz ali olsa da, o qərb kvalifikasiyası deyil. Sizin IGCSE təhsiliniz, kvalifikasiyanız olsaydı, biz sizi böyük məmnuniyyətlə işə alardıq. Yəni, bizim şagirdlər 9-cu sinifdə IGCSE imtahanını verirlər. Amma mən yüksək lisanslı müəllim olsam da, mənim IGCSE kvalifikasiyam olmadığına görə mən işə alınmadım. Ona görə də mən sonralar çox özüm bu sistemi araşdırmağa başladım və gördüm ki, həqiqətən də Azərbaycanda belə bir sistemə ehtiyac var. Siz valideynlər bunu bilməsəniz də, yəni siz buna çox da önəm verməsəniz də, amma sizin övladlarınız xaricdə hər hansı bir işə müraciət etdikləri zaman onların CV-sində belə bir kvalifikasiyanın olması onlara üstünlükdür və siz düşünün ki, biz valideynlər, əgər Azərbaycanda düşünürük ki, bizim övladımız ali təhsil almalıdır, universitet təhsil almalıdır, amma xaricdə, Avropada, Amerikada, yəni bütün qitələrdə IGCSE 9-cu sinif orta məktəb bitirməsi atestatı varsa, həmin sizin övladınız orada çox rahatlıqla işə düzələ bilər. Bunun üçün universitet təhsilinə ehtiyac yoxdur. Çünki IGCSE orta məktəbi bitirmək haqqında beynəlxalq sertifikatdır, bir də bizim orta məktəbin atestatıdır. Və bu kifayət edir ki, işə götürənlər tərəfindən sənəd hesab olunsun. A-level artıq tam orta məktəbdir. 9-cu sinifdə IGCSE bitir. Tam orta məktəb bizim məktəbdə, abituriyent məktəbində 10-11-ci siniflərdir. A-level imtahanı verən şagirdlər artıq top universitetlərə, reytingdə olan yüksək səviyyəli universitetlərə qəbul alırlar. Bunun üçün sadalanan fənlərdən yalnız 3-ünü seçmək kifayətdir ki, bizim şagirdlərimiz imtahanları verdilər artıq və onlar
onlar artıq A-level nəticələrini alacaqlar və istəyərlərsə xaricdə yüksək reytinqdə olan universitetlərə, istərsə də Azərbaycanda təhsillərini ali məktəbə qəbul olunacaqlar. Və mən bir şey qeyd edim ki, bizim təhsil tədris resurslarımız birbaşa Cambridge International tərəfindən təmin olunur. Siz valideynlər müəllimlərə sual verə bilərsiniz, niyə bu dərslik, niyə bu proqram? Amma düşünün ki, bu beynəlxalq standartdır, beynəlxalq təhsildir və onu biz təyin etmirik. Bütün dünyada paralel olaraq beynəlxalq məktəblərdə eyni resurslarla biz təmin olunuruq. Bizim müəllimlər portala daxil olur və gördüyünüz kimi istənilən təhsil səviyyəsində ki, bu primer ola bilər, orta siniflər və yaxud yuxarı siniflər, onlar çox rahat şəkildə tədris proqramını yükləyirlər, imtahan sualları ilə şagirdləri hazırlayırlar növbəti imtahanlara və beləliklə bütün sistemli şəkildə həyata keçirilir. Yəni onu, proqramı bizim müəllim seçmir, dərsliyi müəllim seçmir. Müəllim sadəcə olaraq bu tədris prosesinin bir hissəsi kimi fəaliyyət göstərir. Və qeyd edim ki, bizim İstanbul Liseyi peşəkar inkişaf mərkəzidir. Bu o deməkdir ki, müəllimlərimiz beynəlxalq standartlara uyğun olaraq onlar təlim keçirirlər və yüksək nəticələr almış müəllimlər artıq Cambridge tərəfindən beynəlxalq Cambridge müəllimi kimi fəaliyyət göstərirlər. Yəni bizim İstanbul Liseyində müəllimlər Cambridge müəllimləridir. Və bunu da mən sizə evidence kimi təqdim edirəm ki, biz peşəkar inkişaf mərkəzi olduğumuz üçün bizim müəllimlərimiz artıq Cambridge üzrə bölmə rəhbərimiz gördüyünüz kimi Könül Kıraç tam olaraq Cambridge tələbi ilə portfolyosunu təqdim edib və o beynəlxalq müəllim statusu qazanaraq PDQ beynəlxalq müəllim sertifikatına layiq olub və onun da nömrəsi qeyd olunur, UCI kodu. Bu artıq Cambridge Universiteti tərəfindən verilir və dediyim kimi portalda bunu bütün beynəlxalq səviyyədə təhsil müəssisələri, universitetlər onu görə bilir. Yəni İstanbul Liseyinin heyəti Cambridge PDQ təhsili keçmiş müəllimlərdir, pedaqoqlardır. Abituriyent məktəbində bildiyiniz kimi SAT-də tədris olunur. Beynəlxalq proqramlardan biri də SAT-dir. İstanbul Liseyi SAT mərkəzidir. College Board tərəfindən, Amerika tərəfindən tanınan bir liseydir. Bu o deməkdir ki, sizin övladınız əgər A-level yox və yaxud da yerli kurikulum deyil də SAT ilə hər hansı dünyanın istənilən universitetinə qəbul üçün müraciət edərsə, həmin universitet İstanbul Liseyini beynəlxalq şəbəkədə beynəlxalq SAT mərkəzi kimi görür və bu məktəbin necə bir prestijli lisey olduğunu əmin olur və həmin şagirdi öz universitetinə tərəddüd etmədən qəbul edir. Yəni İstanbul Liseyi eyni zamanda rəsmi qeydiyyatdan keçmiş beynəlxalq SAT imtahan mərkəzidir. Mən sizə bir məsələni sizin diqqətinizə çatdırım ki, çox zaman valideynlər məktəbin daxili proseslərinə müdaxilə edir. Yəni mən bunu görürəm və bilirsiniz, mən sizə bir şeyi əminliklə çatdırım ki, mən Cambridge International ilə İstanbul Liseyi arasında bir əlaqələndirici olduğuma görə mən bunu tam əminliklə sizə deyim ki, İstanbul Liseyində həyata keçirilən bütün işlər Cambridge International tərəfindən izlənilir. Çünki bizim akreditasiyamız var. O akreditasiya mütəmadi yenilənir, izlənilir və konfidensial olaraq mənə müəyyən suallar verilir və mənim isə cavabım sözlər üzərindən deyil,
evidence, yəni sübutlar, faktlar üzərindən şəkillər, video, kamera elə dərs izləmələrini belə onların diqqətinə çatdırıram və ona görə də bildirirəm ki, siz valideyn olaraq İstanbul Liseyinin həyata keçirdiyi hər hansı bir qaydalarmı deyək, müəyyən siyasətmi, müəyyən guidelines, siz onlara müdaxilə edib niyə deyərək səbəb axtarmağınız sadəcə sizin vaxt itkinizdir və düşünürəm ki, sizin növbəti il bizim gözləntimiz nədir? Biz bir birlik kimi sizin İstanbul Liseyinə inamınız, güvəniniz formalaşsın. Necə ki, Cambridge International İstanbul Liseyində bir güvəni var və o tam olaraq bizim akreditasiyamızı yeniləyir və biz Cambridge International'ın proqramlarını, resurslarını həyata keçiririk, tətbiq edirik. O güvən sizdə də olsun və siz məktəbin keçirdiyi bütün fəaliyyətə, aktivitələrə bir güvən hissi ilə yanaşasınız və dəstəkləyəsiniz. Təşəkkür edirəm. Thank you a lot, Ms. Nergis. Bakı İstanbul Liseyi